Həzrət Əli bin Əbu Talib əleyhissalam İslam aləminin ən parlaq simalarından, önəmli şəxsiyyətlərindən biridir. Təqribən 598-600-cü illərdə Məkkə şəhərində doğulmuşdur. Peyğəmbərin əmisi Əbu Talibin ailəsində, Peyğəmbərin himayəsində böyümüşdür. Durum vəziyyət ağır olduğu üçün Əbu Talibin bir övladı Aqili, əmisi Əbu Talibin qardaşı Abbas himayəsinə götürmüş, Həzrət Əlini isə Həzrət Muhammed Salavatullah öz himayəsinə götürmüşdür. Ona görə Peyğəmbərin tərbiyəsində böyümüş və böyük elm sahibi, böyük önəmli bir şəxsə çevrilmişdir. Gələcəkdə İslamın təbliğ olunmasında, yayılmasında əvəzsiz xidmətləri, şücaətləri olmuşdur. Təbii ki, Peyğəmbərin yanında böyüdüyü üçün Peyğəmbərə nazil olan ayələrin ilk şahidi Həzrəti Xədicə ilə birlikdə ilk namaz qılanlardan idi və mötəbər rəyə görə elə Peyğəmbərə də ilk iman gətirən şəxs hesab olunur. Və Həzrət Xədicə həmçinin Peyğəmbərə ilk iman gətirən şəxs hesab olunur. Eyni zamanda Peyğəmbərin ən əziz və yaxın dostu Həzrət Əbu Bəkir də məhz bax bu ilk iman gətirənlərdəndir. Eyni zamanda Peyğəmbərin ən yaxınlarından olan Zeyd bin Sabit və s. bu cür davam edib, müsəlmanlar çoxalıb, artıb, Məkkə şəhərində və sonra məlum hadisələr baş verib. Demək, biz əsas burada Həzrət Əli şəxsiyyətinə işə tutacağıq və Həzrət Əliyə atılan iftiralar, Həzrət Əlinin ömründə, xilafət taleyində, ümumiyyətlə bu günə gəlib çıxmasında, onun sağlığında olduğu kimi vəfat etdikdən sonra da onun obrazının, irsinin ətrafındakı bu çəkişmələr haqqında fikir yürüdəcəyik. Həzrət Əli böyük şəxsiyyət, böyük sima, böyük elm adamıdır eyni zamanda. Çünki birinci bunu Peyğəmbər özü tərənnüm edib ki, mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Bir çox fəzilətləri haqqında Həzrət Peyğəmbərin mötəbər, mütəvatir sözləri, kəlamları var ki, bu bütün müsəlmanlar tərəfindən qəbul edilir. Eyni zamanda ilahi kitabımız olan Quran-ı Kərimin vəhiy məntiqi, yəni bir sujet xətti gətirib çıxarır ki, Həzrət Əli ilk iman gətirən şəxs kimi önəmli bir simadır. Yəni, iman gətirənlərə xitab olunarkən, şübhəsiz ki, Allah Taala orada birinci iman gətirənləri nəzərdə tutur ki, məhz onların da biri yaxud birincisi Həzrət Əli əleyhissalamdır. Onun xilafət 4-cü xəlifə kimi dövründə müxtəlif ziddiyyətli hadisələr, savaşlar baş verib. Eyni zamanda ondan əvvəl Peyğəmbərin həyatında, Peyğəmbərlik dövründə, Peyğəmbərlik missiyasını icra edərkən, mübarizələrində, qəzbələrində, deyək ki, savaşlarında, bütün demək olar ki, o dövrün proseslərində Həzrət Əli öncüllərdən olub, öz şücaəti ilə, öz məharəti ilə, öz xüsusi istedad və bacarığı ilə həmişə əmisi oğlu Həzrət Peyğəmbərin yanında olub, ona dəstək verib, hətta belə bir söz də nəql olunur ki, Peyğəmbər buyurub, Xədicənin varı, Əlinin zülfüqarı olmasaydı, mən Peyğəmbər olsam da Peyğəmbərlik edə bilməzdim. Yəni, Həzrət Xədicənin maddi imkanı, dəstəyi və Həzrət Əlinin qılıncı, yəni onun şücaəti, onun məharəti, onun cəngavərliyi, təbii ki, İslamın bərqərar olmasında, yayılmasında çox əvəzsiz və önəmli rol oynamışdır. Ancaq nə yazıq ki, sonralar Əməvi davamçıları və Şubiyyə davamçıları tərəfindən Həzrət Əlinin bu işıqlı, parlaq obrazı siyasiləşdirildi, mövhumatlaşdırıldı, xurafatlaşdırıldı, hərə öz tərəfinə çəkdi, biri şişirtdi, ilahiləşdirdi, biri endirdi, tamam nüfuzunu aşağıdan salmağa çalışdı. Bax, beləcə Həzrət Əli mərhəmət və vəhdət obrazı olan bir şəxsiyyət nifaq və ixtilaf obrazı kimi təqdim olundu. Yəni, Həzrət Əlinin adı çəkiləndə həmişə vəhdət, məhəbbət, birlik, din, əxlaq, mənəviyyat yada gəlirdisə, indi artıq Həzrət Əlinin adı çəkilib haqqında, həyatı haqqında, xilafəti haqqında 5 kəlmə danışan kimi dərhal ixtilaf düşür. Yəni, müsəlman arasında. Bunu kim elədi? O dövrdə Əməvilər
Əməvilərdən sonra da farsizm şubiyyəsi deməli Həzrət Əli irsini və obrazını istismar edərək onu alətə çevirdilər. Demək, burada bu imamət məsələsinə, Həzrət Əlinin Peyğəmbərdən sonraki statusuna nəzər salmamışdan qabaq, Peyğəmbərlik məsələsinə nəzər salaq ki, ümumiyyətlə Peyğəmbərliyin statusu, missiyası nədən ibarətdir? Peyğəmbər Allah tərəfindən göndərilir ki, insanları düz yola çəksin, mənəviyyatını təmizləsin, ictimai fəaliyyətində insanların sosial həyatında bir qanun qayda yaratsın, bir nizam-intizam yaratsın. Yoxsa Peyğəmbər gələn kimi, nazil olan kimi onu siyasi hakimiyyətə gətirilməsi nəzərdə tutulmur. Bir çox Peyğəmbərlər olub ki, ümumiyyətlə Peyğəmbərlərin əksəriyyəti çoxu demək olar ki, yəni bir neçə barmaqla sayılacaq Peyğəmbərdən başqa heç biri siyasi hakimiyyətə gəlməyiblər və siyasi hakimiyyət iddiasında olmayıblar. Süleyman, Davud və Yusuf Peyğəmbər də Misirdə bir qədər vəzir funksiyasını həyata keçiribdir. Belə deyə, indiki dillə desə, iqtisadiyyat naziri, xəzinədar olub. Yoxsa başqa Peyğəmbərlər ümumiyyətlə elə fəaliyyəti əsnasında heç də şəhərin hakimliyinə iddia etməyiblər, ölkənin rəhbərliyinə iddia etməyiblər. Ancaq Fars şubiyyəsi imamət deyilən bir doktrina yaradaraq dini siyasiləşdirdilər. Əsas da Sasani ideologiyalar əsasında siyasiləşdilər. Çünki məqsəd hakimiyyətə gəlməkdir. İslamı qəsb eləyib hakimiyyətə almaq olduğu üçün nübüvvətin bu mənəvi tərəflərini, ictimai, sosial tərəflərini kənara ataraq Peyğəmbəri də bir siyasi hakim kimi qələmə verdilər. Yəni ki, Həzrət Peyğəmbər siyasi hakimiyyətə gəlmək üçün endirilibdir Allah tərəfindən. Axı Peyğəmbər onda niyə əziyyət çəkirdi? 23 il insanları mənəviyyata cəlb edirdi. Elə Məkkənin özündə Peyğəmbərə dedilər ki, sənə gəl buranın hakimliyini verək, rəhbərliyini verək, qızıl gümüş verək, var dövlət verək, sən bu din məsələsindən əl çəkinəm. Peyğəmbər dedi, mənim sağ əlimə günəşi, sol əlimə ayı versəniz də mən əl çəkən deyiləm və 13 il əzablara, işgəncələrə qatlandı Məkkədə. Təbii ki, Peyğəmbərin o müsəlman icmasına rəhbərliyi də ondan yarandı ki, o dövrdə bilirsiniz, Sasani Roma imperiyaları arasında mübarizə gedirdi və həmin coğrafiya, həmin Ərəbistan coğrafiyası bir növ desək ki, başsız qalmışdı. Orada bir ümumi, bir vali, bir necə deyərlər, bir nümayəndə, bir rəhbərlik, bir dövlət kimi orada bir şey, bir qurum yoxdur. Yəni Peyğəmbər məcbur oldu ki, bu rəhbərlik eləsin, bu məsələləri nizama qoysun. Ona görə də vəfat edəndən sonra insanların öhdəsinə buraxdı bunu. Təbliğ etdiyi, dinini yaydığı əshabın icmasının öhdəsinə buraxdı. Yoxsa Peyğəmbər siyasi hakim, mütləq diktator deyildi ki, bir öləndən sonra da oğlunu, nəvəsini ya başqasını öz yerinə təyin edək. Bax, bunu Fars şubiyyəsi bu cür təqdim edir ki, demək, belə olmalıymış. Və eyni zamanda qoşa, paralel gedir bunlar Əməvilərdir ki, necə ki, Muaviyyə vəfat edəndən sonra və yaxud da vəfat etməmişdən öz oğlunu, Yezidi öz yerinə təyin etmişdi ki, bu da İslam aləmində böyük çalxantılar, böyük qanqada yaratdı, nifaq, nifrət yaratdı. Yəni, bax, bu pozdur həmən Peyğəmbərin gətirdiyi nizamı. Amma indi Fars şubiyyəsinin yaratdığı bu cərəyanlar ki, din, məzhəb adı ilə Əhl-i-Beyt, aşiqi Əhl-i-Beyt, sevdalısı, rafizi filan, bu 600-ə yaxın cərəyan təriqət yaradıb İslamı parça-tiki elədilər. Bunlar Həzrət Əlini bir xilafət aşiqi kimi təqdim edirlər. Və yaxud da Həzrət Əlinin bir siyasi hakimiyyət sevdalısı kimi və yaxud da siyasi hakimiyyətdən uzaqlaşdırılmış, haqqı əlindən almış aciz bir insan kimi təqdim edirlər. Tamamilə yanlışdır. Həzrət Peyğəmbər və ondan əvvəlki Peyğəmbərlər siyasi hakimiyyətə gəlmək üçün nəzərdə tutulmur və bu məqsədlə göndərilmir. Quran-ı Kərimdə də bu öz əksini tapıbdır. İbrahimin dövründə də hakim başqası idi, Musanın dövründə də Firon vardı, hətta Allaha inanmayan rəhbər vardı. Musa gəlib bəyəm ona deyirdi ki, sən düş, mən idarə eləməliyəm. Varmı Quranda belə bir şey? Musa onunla əqidə, əxlaq, ədəb mübarizəsi aparırdı, mənəviyyat mübarizəsi aparırdı ki, əqidəsini dəyişsin, Allaha inansın, bir olan Allaha iman gətirsin. Söhbət bundan gedirdi. Amma Həzrət Məhəmmədi indi gətirib siz İslamı siyasiləşdirib ki, sanki siyasi rəhbər imiş, vəfat edəndən sonra da mütləq bu adam bir yerinə adam təyin etməliymiş. Bunun üçün də bir imamət doktrinası qondarıbsınız ki, belə bir imamət varmış, bu da nübüvvətdən üstün bir məsələymiş və o Həzrət Əlini təyin edibmiş
Bunu da bütün insanlar, bütün müsəlmanlar əlindən alıb dindən də çıxıblar. Nə etmək lazımdır? Mübarizə aparmaq lazımdır. Qiyamətə kimi bu söz söhbəti danışıb, Sünni Şiə ixtilafı və səlam Həzrət Əlini də alət eləyib, imamları, Əhl-i-Beyti də əlimizdə alət eləyib, bütün bu kitablar yazılmalıdır, sosial şəbəkələr, xütbələr, məscidlər, İran, Turan, İraq, bütün aləm qarışmalıdır, bu Sünni Şiə ixtilafından məşğul olmalıdır. Vəssalam. İslam da tənəzzül etməlidir, müsəlmanlar da geridə qalmalıdır bu mübahisələrə baş qoşaraq. Səbəbkar da kimdir? Deyirsiniz Həzrət Əli. Yəni öz problemini həll edə bilməyib, sizi vəkil təyin edib 1400 ildən sonra, siz də bu cür vəkillik edirsiniz. Bax, bu Həzrət Əliyə həqarətdir. Peyğəmbər heç də siyasi hakim deyildi, Peyğəmbər idi, Peyğəmbəri gətirib siyasi hakim səviyyəsinə salmaq elə Peyğəmbərin özünə təhqirdir. Peyğəmbər Allahın elçisi idi. Allahın elçisi də öz təbliğatını normal şəkildə yerinə yetirdi, təbliğ etdi, əzavət etdi, bir hüquq sistemi yaratdı, bir əxlaq sistemi yaratdı və dünyadan köçdü. Ondan sonra da Quran-ı Kərimin Şura surəsində deyildiyi kimi müsəlmanlar bir məsələ, bir problem olanda öz işlərini ehtiyaclarından dolayı şura toplaşaraq həll edirdilər. Necə ki, Xəndək müharibəsində Peyğəmbər şura təşkil elədi, yığıldılar, hərə bir söz dedi. Salman da Fars əsilli Salman radiyallahu anh, böyük səhabələrdən. Salman dedi ki, bizim Fars şahları filanlar hücum olanda Xəndək qazırdı, şəhər bu cür qoruydu. Peyğəmbər onun dediyini qəbul etdi. Bir hərbi strateji taktika kimi Salmanın irəli sürdüyü metodlardan istifadə olundu və bu məqbul da, gözəl də effekt verdi. Və yaxud da əzanın nə cür oxunması, nə cür müsəlmanları ibadətə çağırması haqqında Peyğəmbər şura təşkil etdi. Biri dedi şeypurdan istifadə olunsun, biri dedi zəng çalaq, digəri dedi ki, yox, o xristiyanlara məxsus olan bir şeydir, onların çağırışını biz özümüzə götürməyək, yaxşı deyil, fərqli bir yol seçək. Bir də dedi ki, insan səsindən çağıraq, əzan oxuyaq və bu da qəbul olundu. Bilal da çıxdı, bunun bir nümunəsini oxudu və bu da təbii ki, sözlər də Peyğəmbər tərəfindən qeyd edildi və bugünkü əzan yarandı. Yəni şura, ümumiyyətlə şura şəklində idarə olunur və Peyğəmbər vəfat edəndən sonra da təbii ki, bu şura situativ bir məqam yarandı ki, Sasani, Bizans təhlükəsi, digərləri daxili sağnaşmalı və dərhal bu proseslərdə təbii ki, fəzilətli şəxslər toplaşaraq bu məsələni həll etdilər. Yoxsa burada ilahi bir imamət varmış, qədri xunda təyin olunubmuş, nübuvvət kimi belə bir doktrina varmış. Bunu da o dövrkü bütün o ilk müsəlmanlar, o necə deyərlər, İslamın qaymaqları bunun əlindən alıblar Həzrət Əlinin. Yəni belə şeylər yayıb, təbliğ edib bizim millətimizin də bu Səfəvilər dövründə, ondan əvvəlki dövrlərdə bəzilərində insanların, cəmiyyətin, müsəlmanların beynini elə zəhərləyiblər ki, bu narkotik kimi formada. Adamlar yəni həqiqi İslamı dini qoyub sol tərəfə, başqa istiqamətə gediblər. Həzrət Əli şəxsiyyəti ətrafında manipulyasiya edib, qədim Fars şahlarına verilmiş o sifətləri gətirib bu Əhl-i-Beyt imamlarına şamil edərək ilahiləşdiriblər. Yəni ki, imamlar məsummuş. Həzrət Əli məsələn ilk imam sayılır. Ondan sonra da onun 11 övladı. Niyə məhz 11 övladı? Niyə o birisilər olmamalıdır? Tutaq ki, əgər olursa, İmam Həsənin övladları olmamalıdır. İmam Hüseynin həyat yoldaşı Fars olub, ona görə bu cür. Və yaxud da bunlar qeybi bilir, insana övlad verə bilər. Yəni bir növü o qədim Yunan tanrıçaları kimi, tanrıları kimi ki, Zevs böyük Allahdır, digərləri də başqa tanrılardır. Və yaxud da Məkkə müşriklərinin elə o dövrdəki Hubal, Lat, Mənat, Üzzə kimi bax, belə bütlər şəklində bu imamları, Əhl-i-Beytin, yəni bu İmam Həsən, İmam Hüseyni və digərlərini, İmam Əlini, bax, belə, yəni o Farslarda da olub da, bu Ahraməzda, Əhrimən, bax, bu cür tanrılar, bu qədim dinlərlə məxsus atəşpərəstlikdə və bunları, bax, bu cür gətirdilər, girdilər İslamın içinə, daxil etdilər, həmin obrazları verirlər, yarı xristiyanlıqdan götürdülər, indi Allah Məhəmməd ya Əli deyirlər də, Allah, müqəddəs ruh, İsa, yəni bu xristiyanlıqda. Yəni hərəsindən bir şey gördülər. 12 həvariyə görə 12 imam. Və s. bax, bu cür bütün təhrif elədilər, dini məhv elədilər. Həzrət Əlinin həqiqi irsi, həqiqi elmi, həqiqi yaradıcılığı, fəaliyyəti qaldı bir kənarda.
Yəni onu tanrılaşdırdılar, ilahlaşdırdılar və elə əlallahlıq təriqəti də yaranır. Yəni Həzrət Əliyə bu gün onlar da deyirlər ki, əlallahdır, Cəbrayıl səhv eləyib, dumana düşüb, Quranı gətirəndə səhvə yol verib oxşuyurmuş Peyğəmbərlə bir-birinə Həzrət Əli. Ona gətirmək əvəzinə Əliyə gətiribdi. Məkkə dumanlıq imiş o vaxtı və indi də namazdan sonra dizlərinə 3 dəfə vurub Xan Əl-Əmin deyirlər ki, Əmin xəyanət etdi, Cəbrayıl xəyanət etdi, ona lənət olsun. Bu Allahlardır, yəni bu Suriyada Bəşər Əsədin də təriqəti onun bir qolundan idi, Nusayirlər. Qulat deyirlər onlar. Bax, belə 600-ə yaxın bax, bu cəryan yarandı. Bunun da təməlini Fars şubiyyəsi qoydu. Güya özü də imamları bayraq şüar etdilər, amma əslində Əhl-i Beyti bunlardan çox təhqir eləyən yoxdur. Yəni bu gün də təhqir olunur. Əhl-i Beyt niyə bu gün sosial şəbəkələrdə əsasən bu İran yönlülər ancaq söyüş və təhqirə, şərə, böhtana önəm verir? Çünki onların o Fars şubiyyəsi ideologiyasına görə İmamlar və Peyğəmbərlər siyasi hakimiyyət üçün gəliblər. Onlar hakimiyyəti ələ almalı, Sasani imperiyasını bunlar bərpa eləməlidirlər. Ona görə bunlar üçün əxlaq, mənəviyyat, din önəmli deyil. Yəni dinin bu əxlaqi, mənəvi, mədəni tərəflərini görürsünüz, heç nə təbliğat olunmur, nə danışılmır, əksinə manipulyasiya olunub öz tərəflərinə, məqsədlərinə çatmaq üçün istifadə edilir. Niyə bu qədər söyüş söylürlər? Bax, bu profillərinə, şəkillərinə İmam Hüseynin, nə bilim, digərlərinin adını yazanlar, o gün mən saydım 1237 söyüş təhqir söyülmüşdü. Yəni bunun hamısını mən baxdım ki, o məscidə girənlərdir, bu rafizizmin tərəfdarlarıdır. Niyə belədir? Çünki bunların nəzəriyyəsinə görə imamlar ancaq siyasi hakimiyyət üçün çalışıblar. Yəni siyasi hakimiyyətə uğrunda bunlar mübarizə aparıblar ki, din imam deyil qətiyyən. Həzrət Əlini şüar bayraq alət edibdir əllərində. Bax, bu gün imamları Əhl-i Beyti bu Fars şubizminin, şubiyyəsinin, rafizizmin əsarətindən, istismarından həqiqi müsəlmanlar xilas etməlidir. Həzrət Əlinin özünü əsirlikdən xilas etməlidir. Həzrət Əlini təhqir edirlər, onun həyat yoldaşı Fatimə Zəhranı təhqir edirlər hər dəfə. Çılpaq soyunaraq Qurşağa qədər ya Zeynəb, ya Zəhra başına vuran kim, sinəsinə vuran kim, dükanlara, marketlərə, imamların, Zəhranın, Peyğəmbərin adını verərək təhqir edirlər, ucuzlaşdırırlar, bəsitləşdirirlər, alverə biznesə çeviriblər, istismar ediblər də. Yəni imamların özünün də məzarlarında zirehə salıblar. Yəni dəmir barmaqlıqlar arasında saxlayırlar ki, birdən yəqin düşünürlər ki, qiyamət qopar, dirilib eləyəndə çıxıb qırağa çıxanmasınlar. Elə zindanda saxlayar. Yəni bax, bu nəzir yığılır, bütün büdcələr formalaşdırılır, imamların məzarının üstündə milyonlarla. Yəni Əhl-i Beyti istismar edib alver alətinə, pul alətinə çevirilir, qazanca çevirilir. Terror təşkilatları qrup adını Fatimi, Hüseyin qoyurlar. Yəni Həzrət Əlinin bax bu dəqiqə əsirlikdədir. Həzrət Əli səhabələrin ən çoxundan çox təhqir olunan şəxsdir, istismar olunan şəxsdir. Necə deyirlər, onun adı ilə bir baza, hərəkat yaradıb dünyada İslam aləmini, onun qurmuş olduğu İslam aləmini dağıdırlar. Həzrət Əlinin öz adından, yəni özünün əli ilə özünə sistəm çəkirlər Həzrət Əlini. Qədir Xum bayramı, Aşura, Zəncir, Ələm və s. Övladlarını istismar edib, işğal ediblər. Sağlığında Əməvilər əsir almışdı Əhl-i Beyti, indi də Farslar, şubilər, rafizilər Əhl-i Beyti əsir götürüb təhqir edirlər, bir-birinə nifrət yaradırlar. İslam coğrafiyasını fəth etmiş sərkərdələrin hamısını təhqir edib, kafir elan edirlər. Fars bundan artıq Sasani imperiyasının qalıqları necə intiqam ala bilərdi? Ömər bin Xəttab ki, Peyğəmbərin yaxınlarındandır, onun qaynatasıdır. İslamın önəmli simalarından biridir. Eyni zamanda Həzrət Əli ilə də yaxın, həm qohum, həm bir sahabə olaraq yaxın şəxslərdən biridir. Və onu Sasani imperiyasını fəth etdiyinə görə öldürdülər. Yəni terrorçu göndərib suiqəst etdilər. Firuz Əbululu adında bir şəxs şubiyyə. İlk xəlifə qatili məhz Farslar oldu. Yəni bu rafizizmin təməlini qoyanlar oldu. Və bu gün sonra da neyək, bunu necə lənətləyək? Axı bu düz çıxmır da, indi müsəlmanlara necə desinlər ki, niyə bu İranı fəth etdi, müsəlman elədi, ona görə biz bunu lənətləyirik. Yəni başladılar nağıllar uydurmağa ki, güya Fatimə Zəhranı, Ömər yaxud onun adamı qapının arasında qoyub öldürüb, işgəncə verib, Həzrət Əlinin qoluna ip bağlayıb, sürüyüb, təhqir edib və s. Belə nağıllar Həzrət Əlinin nüfuzunu, obrazını endirdilər, bax beləcə təhqir elədilər. Yəni Allahın aslanı Nəsadullahı endirib bir cılız bir formada təqdim etdilər ki, öz haqqını müdafiə edə bilməyən, arvadını qoruya bilməyən, hətta ona verilmiş fədək bağlarını belə əlində saxlayıb uşağının, ailəsinin sosial həyatını təmin edə bilməyən, aciz, cılız bir adam obrazında Həzrət Əlini təhqir etdilər.
Bu cür belə elədilər ki, qıcıq yaratsınlar. Başqa müsəlmanlarda, insanlarda ikrah, nifrət hissləri oyatmaq üçün. Məsələn, bugün Ömərə nifrət elətmək üçün insanlara gərək Həzrət Əlini o cür obrazda təqdim eləyəsən ki, adamlar Ömərə nifrət eləsin də, başqa nə cür nifrət elətmək olur? Deyəcəksən ki, Ömər gəldi, Yezdəgirdin tacını parçaladı, İranı fəth elədi, onların dinlərini pozdu, bütün Sasani imperiyası dağıldı və müsəlman oldu, ona görə biz Öməri söyürük. Bunu heç kim qəbul eləməz ki, deyər ki, daha da yaxşı oldu da, müsəlman oldu. Amma nə etmək lazımdır? Bax, beləcə rəvayətlər uyduraraq, Ömər belə elədi, filan elədi, filan elədi. Bugün bunların dilində nə şeytan yoxdur, nə iblis yoxdur, onun dostdular, müttəfiqdirlər. Nə iblisə lənət yoxdur, nə Çingizxan gəlib İslam aləminin altını üstünə çevirib. Hülakü gəlib bütün elə İran qarışıq, Bağdad qarışıq xilafəti tarimar edib. Bir adamın Çingizxana lənət oxuduğunu gördünüzmü? Həmən bu Fars şubiyyəsindən, bu rafizilərdən. Ancaq Ömərə lənət, Osmana lənət, Ayşiyə lənət, filan. Niyə? Peyğəmbərin arvadına lənət oxu, Peyğəmbərin qaynatasına lənət oxu. Peyğəmbərin özünü də hörmətdən salıb, arvadına lənət oxuyursansa, bir yastığa baş qoyduğu adama sən burada ifadə etmək istəmirəm. Hətta ona təhqiramiz ünvanlar şamil edilirlər. Bax, budur bunların yaratmış olduğu. Yəni, Əhl-i Beyti istismar eləyərək şüar ediblər ki, cəlb eləyə bilsinlər. Məsələn, Salman Farsini tutaq ki, götürsəydilər, əksəriyyət deyəcək ki, bunlar Farsdır, ona görə onu öndər seçiblər. Bunu məqbul olmayacaq. Və yaxud da başqa bir sahabəni götürsəydilər, o da olmayacaq. Nə etmək lazımdır? Əhl-i Beytin özünü, Əlini, Həsəni, Hüseyni, Fatimi, Zəhranı bunlar əllərində tutub istismar elədilər, qalxan elədilər. Necə Həzrət Əli ilə savaşanlar bayrağa yazmışdı, hökm Allaha məxsusdur ki, Allahsınlar, həqiqətən qoşun da parçalandı ki, onlar düz deyir də, hökm Allaha məxsusdur. Amma Həzrət Əli nə dedi? Dedi, onların o söz haqq olsa da, onların fikri, niyyəti batil. İndi bunların da dilində Əhl-i Beyt, amma əməlləri Yezid əməli, əməlləri Muaviyyə əməli, əməlləri Şimr əməli, əməlləri Firon əməli, Nəmrud əməli. Bu Əhl-i Beyt adı ilə indiyə kimi çıxış eləyənlər, Əhl-i Beyti şüar eləyənlər tarix boyu İslam aləminə zərbə vurublar, xəyanət eləyiblər, İslam xilafətlərinə, İslam dövlətlərinə daxildən xəyanət eləyiblər, içərdən parçalayıblar. Yəni, kafirlər, qeyri-müsəlmanlar heç böyük bir zəhmət çəkməyib gəlib İslam xilafətini, İslam müsəlmanları məğlub eləməkdən ötürü. Daxildə bu rafizilər bu farsizmin yaratdığı bu şubiyyə elə içərdən parçalayıb, təfriqə salıb da indi görürsünüz, elə bizim ölkəmiz qarışıq. Bütün müsəlman ölkələrində bu şeylər var. Bunların mübarizəsi, bax, budur, girin, baxın internetdə, sosial şəbəkədə, ancaq müsəlmanlarla. Yəni, başqalarıyla, bir erməni ilə, bir daşnaqla, bir düşmənlə, bir kafirlə bir mübahisəsini görməzsiniz. Onların bir əqidəsinə qarşı, inamına qarşı, radikalizminə qarşı bir söz. Ancaq müsəlman təriqətlərinə qarşı, ancaq İslama qarşı, ancaq İslam böyüklərinə qarşı. Məsələn, girib baxacaqsınız, mövzu nədir? Ömərin kafir olmasının sübutları, danışır molla, Fars mollası. Və bizimkilərdən də onların tələsinə düşənlər, təsirində olanlar, əlaltıları. Nə bilim, Ayşənin filan cür cinayətləri, nə bilim, mən Əbu Bəşirin filan əməlləri. Budur da, yəni, hədəf seçiblər müsəlmanlar və İslamı məhv eləməkdən ötürü nə eləmək lazımdır? Əsas birinci böyüklərdən başlamaq lazımdır, səhabələrdən başlamaq lazımdır. Bax, bu şubiyyənin ideologiyasıdır ki, İslamı məhv eləsinlər. Məhv edə də gəlirlər. Peyğəmbərin qaynatalarını təhqir etmək nədir? Kiminsə indi qaynatasını təhqir etmək olar? Peyğəmbərin qaynatalarını təhqir edirlər. Ömər bin Xəttab Peyğəmbərin qaynatası, Əbu Bəkir Peyğəmbərin qaynatası. Peyğəmbərin həyat yoldaşları Həfsəni, Ayşəni bunlar təhqir edirlər. Kiminsə həyat yoldaşını təhqir eləmək olar? Ümumiyyətlə, lap boşanmış həyat yoldaşı olsun ki, onu boşuyub aralanır. Onun ünvanına bir söz deyərsən, adama qarşı hansı hərəkət edirlər? Yaxşı, Peyğəmbəri bundan artıq necə təhqir eləsin də bunlar? Bunun arvadını, qaynatasını, yaxınlarını, dostunu, hamısını təhqir edir də bunlar. Və bunun da adını qoyubsunuz ki, bunlar Əhl-i Beyt aşiqləridir. Bunlar şeytan, iblis aşiqləridir. Bunlar Əhl-i Beyt düşmənləridir. İstismar eləyiblər sadəcə Əhl-i Beyt əllərində girov saxlayıblar deyə. Bəzi avam adamlar inanır ki, bunlar bayrağa ya Hüseyin yazıb deyə, bunlar həqiqi Hüseyin sevərlər. Bu Hüseyini bunlar öldürdü, tarixi bilmirsiniz. Əlini bunlar öldürdü, Hüseyini bunlar öldürdü, 11 imam deyir, bu imamları bunlar öldürdü. İndi 12-cini də çağırırlar ki, onu da öldürsünlər. Tarixi həqiqətlərdir gizli qalmış. Bunları bilmək lazımdır.
Həzrət Əlini onlar istismar ediblər, işğal ediblər, əsir ediblər. İslam aləminin böyük sərkərdəsi, böyük siması, böyük parlaq şəxsiyyəti olan Həzrət Əlinin haqqında danışmaq mümkün deyil. Onun elmi irsindən, onun fəlsəfi irsindən çox böyük, eyni zamanda filosofdur, böyük mütəfəkkirdir. Bunu kimlər onu da həyatından bezdirdi, başına oyunlar açdı, Kufədə filan da. Etibarsızlıq etdilər, xəyanət etdilər, namərdlik etdilər. Axırda da nifrin etdi və eyni aqibətlə də onun nifrinində deyilənlə də qarşılaşdı, üzləşdi bugünkü İraq əhli də, elə İran əhli də. Ki, Allah mənə sizdən daha xeyirlisini versin, sizə də məndən Allah daha şərlisini versin. Bu, Həzrət Əlinin duasıdır. O da qəbul oldu. Həzrət Əli şəhid olan kimi Muaviyə gəldi, başladı qılıncdan keçirmək. Ondan sonra Yezid gəldi, başladı qılıncdan keçirmək. Həzrət Əliyə də ən xeyrisi nəsib oldu. Şəhid oldu, getdi cənnətə. Buyurun, hələ də bunlar nizat tapır. Bax, bu Həzrət Əlinin nifrininin nəticəsidir. Belə bezdirdilər onu. Sonra övladlarını çağırıb öldürdülər. Bu həqiqi malımızsa qalib gələcək Kərbalada. Gətirin bunu çağıraq məktub yazaq. Şəhid olsa da ölümündən istifadə edək. Beləcə çağırdılar, köməksiz qoydular. Qılıncı götürüb Yezid tərəfə keçdilər, başını kəsib öldürdülər. Sonra da nəzir qutuları düzəldib, başladılar pul yığmağa Hüseyni. Ki, olmasa sağlığından bəhrələnmədik, gəlin ölümündən bəhrələnək. Yığışdılar zəncirlə, qılıçla başlarına vurdular. Biz neynədik? Nə böyük günah elədik. İmamı öldürdük biz. Və 1400 ildir davam edir o peşmançılıq. Nə xeyri var? Xəyanətin heç bir əfvi yoxdur. Həzrət Əli irsini bax belə istismar edir. Bunu mən istəyirəm ki, bizim cəmiyyətimiz, bizim insanlarımız bilsinlər. Həzrət Əliyə imamət şamil ediblər. Peyğəmbər mənəviyyatı, əxlaqı, mədəniyyəti, sosial həyatı təmin etmək üçün, insanların nizamını düzgün istiqamətə yönəltmək üçün gəlir. Peyğəmbər gəlmir ki, satan kimi siyasi hakimiyyəti əl alsın. Peyğəmbər siyasi rəhbər deyil, nə də imam. Peyğəmbərdən sonra nə imamət doktrinası, nə silsilə şəklində imamlar təyin eləsin, hamısı da bir-birinin oğlu. Bu necə olur ki, nəsillə gedir bu. Başqa insanlar hara getdi? Ənsar, mühacir, digər Məkkəlilər, Mədinəlilər ömrünü, gününü İslama sərf etmişlər. Kimsə də deməzmi ki, bu xeyir olar, niyə elə bu bir soyla davam eləməlidir, bir nəsillə davam eləməlidir? Və yaxşı, bu 12-ci imamda qeybət çəkildi sonra və bundan sonra necə olmalıdır? Bundan sonra da İranın bu mələfə başlara keçməlidir, onda İslamın rəhbərliyi. Bəli, buna gətiriblər də, belə qurublar o imamət silsiləsi. Nə deyirlər? İndi 12-ci imamda yoxdur, onun yerinə də deməli bu Xumdakılar olmalıdır da bunun yerinə. Budur. Bundan ötürü qurublar da o imaməti. Bayram bilirsiniz, Qədirxum. Həmin Qədirxum, bax, budur. Bunun davamıdır. Şura şəklində olub, Həzrət Peyğəmbər vəfat edib. Bir çox məsələlər kimi siyasi məsələni də, siyasi idarəçiliyi də şuranın öhdəsinə buraxıb. Müsəlmanlar da yığılıb, təbiidir, etiraz da olub, narazılıq da olub. Hər bir seçkidə, hər bir dövlətin siyasi rəhbərliyinə olan seçkilərdə təbii ki, şura da olsa, filan da olsa, narazılıq da olur, etiraz da olur. Biri özünü o birindən üstün də hesab edir. Bu da eyni zamanda həmin formada da olub. Həzrət Əli də bəli, özünü daha fəzilətli, daha öncül hesab etdiyinə görə o da özünü rəva bilirmiş. Ancaq nəticə ondan ibarət ki, Həzrət Əlinin savaşlarda bir çox o dövrkü müsəlman olmuşların, əsasən də Əməvilərin yaxınlarını, ətrafını, digərlərini öldürdüyü üçün onların qəlbində müəyyən nifrət hissləri, müəyyən məsələlər vardı ki, qeyd etdim, Qədirxumda da bu şeylər üzə çıxmışdı, Yəməndə kimi məsələlərlə bağlı. Peyğəmbər ona görə məcbur olmuşdu Həzrət Əlinin orada özünə yaxın olduğunu elan etsin. Və bu yaş baxımından da ki, 30-a yaxın onun yaşı vardı. Bir çox amillər səbəb oldu ki, Həzrət Əli yox, Həzrət Əbubəkir seçildi. Bu da heç bir problemlə nəticələnmədi. Farslar bunu sonradan böyütdü, şişirtdi, ay, dava düşdü, nə bilim, Fatıma-i Zəhranı öldürdülər falan oldu. Heç də belə bir şey olmayıb. Həzrət Əli həmin dövrdə də böyük öndər, mənəvi lider olub, qazısı olub İslam xilafətinin. Sonra silsilə şəklində də 4-cü xəlifə kimi gəldi xilafətə. Onda da yenə də bax bu şubiyyə, bax bu xavarişlər imkan vermədi, Həzrət Əlini axırda şəhid etdilər. Ona görə bu həqiqətləri bilmək lazımdır ki, Həzrət Əlinin istismarını, onun əsir edilməsini anlamaq lazımdır və onları Əhl-i-Beyti bu əsirlikdən hər bir müsəlmanın borcudur ki, xilas etsin. Əsas da bu Fars şubiyyəsinin əsirliyindən.